Dostlar, hər kəsi salamlayıram. Bu dərsimizdə biz int funksiyası haqqında məlumat verəcəyik. Int funksiyası kəsr ədəddə tam hissəni kəsib çıxartmaq üçün istifadə olunur. Baxın, deyək ki, mən bura bir rəqəm yazıram. Məsələn, 25,5 və bunu tam hissəsini çıxartmaq istəyirəm. Int yazdım və məlumatı ötürürəm, xananı ötürürəm və OK düyməsini tıklasam 25 məlumatını bizə qaytarmış olacaq. Deməli, int funksiyası ədəddə, baxın, 25,0001 yazım, yəni 25-i qaytaracaq bizə. Ədəddə tam hissəni qaytarmaq üçün, istifadə eləmək üçün istifadə olunur. Sonra sizə haqqında danışacağım digər funksiya trans funksiyasıdır. Oxşar bir funksiyalardır, düzdür. Mahiyyət etibarı fərqlidir, sadəcə oxşarlıqları var. Deyək ki, belə bir rəqəm yazılıb. Biz istəyirik ki, bu rəqəmləri yuvarlaqlaşdırmadan, yəni sadəcə 25,46-nı kəsib çıxardaq. Əgər biz bunu yuvarlaqlaşdırsaq, 25,47 eləyəcək. Bu bizə prinsiplərimizə uyğun gəlmirsə və bunu kəsib çıxartmaq istəyirsə, onda trans funksiyasını istifadə edəcəyik. Baxın, yazılışı belədir, bərabərdir. Trans ədədi ötürürəm. Number digits hissəsində vergüldən sonra olan ədədlərin sayını göstərir. Deyək ki, 2 ədəd saxladıq, OK düyməsini tıkladıq. Baxın, 25,46. Halbuki biz bunu yuvarlaqlaşdırsaydıq, bu 25,47 olası idi. Deməli, trans. Əgər biz bu funksiyada 2-nin yerinə 0 yazsaq, yəni, baxın, əslində elə int oxşar bir funksiyanı almış olacaq. Digər bir məsələni sizə deyim. Mod funksiyası haqqında mən sizə məlumat vermişdim. İş dəstərimizdə elə məlumat vermişdim. Mod funksiyası qalığı tapmaq üçün istifadə olunan bir funksiya idi. Bu haqda mən sizə məlumat vermişdim. Ona görə də bu hissəni keçməyəcəyik. Baxaq, başqa nə qalır? Başqa quotient funksiyası var idi. Baxın, bu funksiyadır. Bu funksiyada haqqında da məlumat vermişəm. Bu da natamam qisməti tapmaq üçün istifadə olunurdu. Ona görə də bu iki hissəni, əgər baxmaq istəsəniz, əvvəlki video dəstərimizdə bu dəstərimiz mövcuddur. Baxın, belə bir problemlə qarşılaşa bilərsiniz. Deyək ki, burada bizim bir rəqəmimiz var, 25,56 rəqəmi var. Mən istəyirəm ki, bunun kəsr hissəsinin nə olduğunu tapam. Bunu tapmaq üçün biz belə eləyə bilərik. Deyərəm ki, bu ədəd çıxılsın həmin ədədin integeri. Bu bizə verəcək 0,56 rəqəmini. Yəni, nə elədik? Biz həmin ədədin özündən tam hissəsini çıxdıq. 25-i çıxdıq. Yerdə qalan hissə 0,56 oldu onun kəsr hissəsi. Biz bu işi başqa cür eləyə bilərik. Baxın, mod funksiyasından istifadə edərik. Belə eləyərik. Deyək ki, mod, yəni qalığı tap. Deyirəm ki, bu ədədin 1-ə bölünməsindən qalığı tap. Bu deməkdir ki, 25,56-nı 1-ə böləndə natamam qismət 25 eləyəcək və qalıqda 0,56 eləyəcək. Onu da bizə onu göstərəcək. Baxın, 0,56-nı tapmış olduq. Bu da bir trip idi. Sizə söylədim. Növbəti dəstəmizdə görüşənədək.